2, 3, 1, 2, 3. Öncelikle herkese salam. Bu benim ilk videomdur. Hal-hazırda Azidəyəm. Bugün tədbirdə iştirak edəcəyik. Bu səbəbi xonçamızın adı nümayiş olmasıdır. Hal-hazırda gedirəm xonçamın son görüntüsünü görməyə. Çünki dünən gecə uşaqlar hazırlayırdı, amma mən tam versiyasını sadəcə şəkildə görmüşəm. The next day. Şimdi gedirəm ona baxmağa. Biz KTF olduğumuza görə özümüzə ait yorumlama da eləməliyik əslində. Eləmişik də nə barədə? Məsəl üçün kolbalar qoymuşuq. 4 dənə kolbada. Birinin içində havanı göstərən quru buz, ikincisi ot, etil spirtindən istifadə eləmişik. Bir də adi torpaq, bir də adi su olacaq. İndi görək də. Soğukdur. Quru buz əriyir. Biraz. Kilo satılır da. Bunu digər kolbaya köçüb nümayişdə qoyuyor. Kolba digər sözdən qalıb bir dənə neçə qapda qaldı. İçinə qoydu. Bunun metodu var. Söhbünə təcəssümdə. Mənim aldım bu kimi kreativdir. Xonca hardadır? Son işləmlər gedir. Bu nə sizinlə? Beynine bak, seni gönder. Məncə də qəşəng olar. Bence bırak orasına kırmızı bir şey tap. Yok, ucuyla kırmızı. Ortasına da nəsə qoya bilərik. Quşlar burasından var. Ucuyla burada. Sağ ol. Maşa kimi rəng atırdıq. Bu ondan gətirir. Set yox. Bütün fakültələr arasında yarışma olacaq. Biz Xonçaya görə yarışma olacaq. Kim Xonçanın daha qəşəng bəzi isə rektor tərəfindən seçiləcək. Yəni müəyyən bir məbləğ verəcəklər. Desən 100 manatdır. İndi biz getmişdik Xonçanı bəyənməmişik deyə. Xonçanın içinə şinyat almağa getmişdik. İndi yuxarı çıxıb həmin şinyatları bəzəməliyik. 3də biz Xonçanı təhvil verməliyik əslində. Amma ki hələ də hazır deyil. İnanırsınız o qədər istidir ki, nə giyinirsənsə giyin, yəni heç bir faydası yoxdur. Ya tərləyirsən, ya da soyuqdan donursan. Görünür çünkü özünüzde bir şey deyəndə hansısa verib bir dənəsi qalanmalı, bir dənə forması biraz bağlı. Aralı qoysan. Oraya gelin. Mən də çalamayız. Mama orada məni gözləyir. Əllə eləmə deyirəm. Fiyat düzülüp çoğaltı elemek. Əllə eləmə deyirəm. Çok eğlenceli uşaklar, çok eğlenceli.
ışığı o qədər bərbaddır ki, Amma nəysə, bugünün vlogu çox belə qatışıq oldu həqiqətən. Nə hardan gəldi, nə hardan çıxdı, heç bir şey bilinmədi. İlk vlogdur. Əslində bir dənə də denədiyim bir vlog var idi, yarımçıq. Amma alındıra bilməmişdim. Bəlkə onun görüntülərini də bundan sonraki bir videoda qısa bir şəkildə ataram. Bugün nə oldu əslində? Biz yenə də dediyim kimi tədbirlə maraqlanırdıq. Əslində tədbir deyildi. Novruz şənliyində bizim nə deyirlər buna, xonça deyək. Okey, xonça olsun, xonçalarımız nümayiş olunurdu. Həmin xonçalar indi seçiləcək. Amma hələ də cavablar deyilmir və biz partlayırdıq, həyəcanlaydı. Acaba kimin üçün seçiləcək? İndi görək də, hal-hazırda evə gedirəm. Saat 7-dir. Ümid edirəm ki, biz qazanarıq. Çünki o qədər həyəcanlıyıq. Açıq danışmaq lazımdırsa, 2 dənə qəşəng xonça var idi. Biri bizimki idi, biri də adını bilmirəm. Həqiqətən fakültənin adını bilmirəm. Yoxsa qeyd edərdim, mənim bu konularda paxıllığım yoxdur. Ay, işıq çox kötüdür. İşıq o qədər pisdir ki, ilk videoda da belə işığına video atmazsan da Zeynəb. Amma nəysə.